القرآن ترتيلا بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. یوم تشهد علیهم السنتهم و ایدیهم و ارجلهم بما كانوا یعملون. Geçmiş ayədə Allah-u Teala buyurdu ki, onlar ki pak və iffətli xanımları, həyalı möminləri, o ki cəmiyyətdə həyalı tanınırlar, onları töhmət vura, ləkkə yaxa, Allah-u Teala buyurdu ki, bunların böyük əzab gözləyir. Axırıncı cümləsi buydu ki, və ləhum əzabun əzim lu'inu fid-dunya vəl-axirə. Bunlar axirətdə də Allahın lənətindədirlər, lənət olunmuşlardandılar dünyada da və bir böyük əzab onlar üçün var. Davamında buyurur ki, bu böyük əzab ha vaxtı. Deyir, o gün ki, yevmə. Bu ayə buyurur, yevmə təşhədu əleyhim əl-sinətuhum. O gün ki, onların əleyhinə şəhadət verəcək. Kimlər? Daha doğrusu, nələr? Fəqət kimlər deyil. Şəhadət verəcək əl-sinətuhum. Bunların dilləri. Dil şəhadət verəcək. Və əydihim və bunların əlləri və ərculuhum və bunların əyaqları. Ərcul recl sözündəndir. Recl yəni əyaq. Əydi yəd sözündəndir, yəni əl. Əlsun lisan sözündəndir, yəni dil. Bima kanu yəməlun. O ki əməl ediblər, onlara şəhadət verəcəkdir. Pəs şahidlərdən biri qiyamət məhkəməsində insanın üzvləridir. Bu ayədə dil, əl və əyaq var. Başqa ayələrdə ayrı ayələr də vardı. Şəhidə əleyhim səm'uhum və əbsaruhum. Ayə buyurur ki, Fussilət surəsində buyurur, şəhadət verəcəklər onların əleyhinə qulaqları, əbsaruhum, gözləri və cüluduhum, dəriləri. Hətta insan özü təəccüb eləyəcəkdir. Dəriyə deyəcək, sən niyə şəhadət verirsən mənlə, əleyhimə? Limə şəhidtum əleyhinə. Dəri deyəcək, məni Allah danışdırır. Allah məndə nitq yaradıb. Necə insanın ağzında, dilində danışıq qabiliyyəti yaranıbdır, qiyamət günü insanın üzvlərində danışıq qabiliyyəti yaranacaqdır. Əntəqənəllah. Quran buyurur, Allah danışdırır bizi. Yəni, dərilərin sözü cavabı budur. Hər halda bunlar göstərir ki, insanın üzvləri şəhadət verəcəkdir. İnsanın özünə, əleyhinə. Qiyamət məhkəməsi əcibdir. Üzvün şəhadət insana nə mənada şiir? Əvvəla şahid mücrimdən ayrılar. O günahkardan ayrılar. İnsan özü öz əleyhinə danışsa, adına deyərlər iqrar, etiraf, şahidlik deməzlər. Məlumdur, insanın üzvi
və üzvləri özü deyil. Özü olsaydı, deyərdə göz etiraf elədi, əl etiraf elədi, ayaq etiraf elədi. İnsanın dəriləri etiraf elədi. Məlumdur, yox. Bunlar şəhadət verirlər. Yəni qeyridirlər, başqasıdırlar. Məhkəmədə bir nəfər ki, onun əleyhinə şəhadət verilir, o ayrıdır. O cinayətkardır, yaxud xətakardır, hər nədir, mücrimdir. O ki şəhadət verir, o şahiddir. Bunlar ayrı-ayrıdırlar. Bu ayələr məlumdur ki, insanın üzvləri o günahı eləməyiblər. İnsanın üzvləri əbzardır, vəsaitdir. İnsan özüdür günah eləyir. İnsanın özüdür günah eləyir göz ilə. Göz günah eləmir. İnsan ağzıyla, başqa ifadə ilə insan su istifadə edir. Bu neymətləri ki, Allah biləsinə əmanət olaraq veribdir. Üzvlər insana əmanətdir. Ona görə qeyri sayılır, ayrı sayılır. Ona görə bunların danışıqları qiyamətdə şəhadət sayılır. Etiraf və iqrar sayılmır. Bu maraqlıdır. Özü də şəhadət vermələri və Allah bu şəhadəti məhkəmədə qəbul eləməyi göstərir ki, bunlar ədalətə malikdirlər. Yəni, bunlar günahkar deyirlər. Əl günah eləməyibdir. Əl ilə günah eləyib insan. Göz ilə günah eləyib. Yəni, bir növ xiyanət eləyib əmanətdə də. Bu əbzarda, bu vəsaitdən, bu əmanətlərdən düzgün istifadə edəməyib insan. Digər nöqtəyi ki, bu məsələdə var, o da budur ki, bu şəhadət qiyamət günü bəzi ayələrdə var, dil möhr vurulacaqdır, dil danışmayacaqdır. Ayə beləncidir. Əl-yevm nəxtimu alə əfvaihim və tukallimuna aydihim və təşhədu ərculuhum bima kanu yəksibun. Yasin surəsində 65-ci ayədir. Deyir, bugün biz dillərə möhr vuracağıq və bizlə danışacaq əlləri, bizlə danışacaq ayaqları əməllərinə görə. Pəs dil danışmayacaqdır. Bu nə cür olur? Dil danışmır. Bunu nə cür məsələni həll eləmək olar? Bir cavab budur ki, əvvəla qiyamətdə mövqiflər var, dayanacaqlar var. Bir sıra dayanacaqlarda dil möhürlənəcəkdir, ayrı əza danışılacaqdır. Amma bəzi dayanacaqlarda dil danışacaqdır. Pəs məvaqifin fərqi olduğuna görə mövqif, yəni o dayanacaq. Maşın necə bir yerdə dayanar, ona deyirlər mövqif, mövqif o səyyarə, maşının dayanacaq yeri. Qiyamət günü də insan 50 dənə mövqif var idi. Məvaqif-u qiyamət adı ilə hədislərimizdə var. Fərq eləyir. Bir sıra dayanacaqlarda əl-yevm nəxtim alə əfvahim, bir sıra dayanacaqlarda yox. Buyurur, bunların dilləri də şəhadət verəcək. Bu bir cavabdır. İkinci cavabda bəzi müfəssirlər veriblər, bu da incə cavabdır. O da budur ki, o danışıq ki, qiyamət günü üzvlərdə var, bu modeli, həqiqəti fərq eləyir o danışığı ki, dünyada dildə var. O mələkuti danışıqdır ki, əl də danışa bilir, dəri də danışa bilir, insanın qulağı da, gözü də danışa bilir. O forma danışıq ağızda da olacaqdır. Amma nə bu dilinlə adi danışığı ki, insan dünyada danışır. Bu danışıq, bu nitq, bu şəhadət, bu forma məhkəmədə şəhadət vermək, onun bir sistemi dünyada yoxdur. Ona görə bu məsələ ikinci cavab budur ki, o ki dil möhürlənəcək, bəli, bu dil möhürlənəcək. Bu dil danışmayacaq da. Amma ağız şəhadət verəcəkdir. Ağızın şəhadət verməyi dilin möhürlənməklə ziddiyyəti yoxdur. Bir incə nüqtə də burada
elə bu şəhadət bəhsində mərhum Allamə Təbatəbai gətiribdi. O da budur ki, bir insan dünyada ha vaxt şəhadət verə bilər məhkəmədə. Düzgün şəhadət. Yalancı şəhadətdən söhbət getmir. İndiki müasir dünyada mümkündür. Geçmişdə də bir pul verələr, birini alladalar, gedər yalan şəhadət verə. Birini qorxudalar, səncə bu şəhadəti məhkəmədə ver. Bu da görməyibdir, yalan şəhadətdir. Bu yalan şəhadətlər var. Qədim zamanda var idi, indi də vardı. Düzgün şəhadət nə cür olar? Doğru şəhadət budur ki, sən müşahidə eləyəsən. Hadisəni görəsən, sonra şəhadət verəsən. Hətta şəhadət təhlil deyil. Şəhadət güman deyil. Şəhadət araşdırmağın nəticəsi deyil. Görməkdir. İnsan gördüğün şəhadət verə bilər. Nə təhlilinlə nəticə aldığını. İnsan mümkündür təhlillə nəticə alır ki, mənim nəzərimə gəlir, bu cinayəti görübdür. Gedib məhkəmədə deyəməz, mən şəhadət verəm, bu cinayəti görübdür. Təhlil kimin eləyə bilər, danışsın, mənim nəticəm budur. Amma şahid olaraq şəhadət verəməz. Çünki şahid gərək görə. Necə insan günəşə baxır, günəşi görür və deyir, indi gündüzdür. İnsan da birinin günahını öcür görməsə şəhadət verəməz. Yox, mən nəzərimə gəlir, bu idi, başqası deyildi. Ona görə getdim, şəhadət verdim. Sən ki, gözü ilə görməmisən. Yaxşı. Bu iki üzvlər qiyamət günü şəhadət verəcəklər. Bu məntiq əsasında gərək dünyada da görələr. Ta şəhadətləri doğru ola. Şəhadətin axirətdə mənası bu deyir ki, Allah ilə bunlara fəqət izni verəcək, danışın. Bu şəhadət o vaxt doğru ola bilər ki, dünyada da bunlar görüblər, müşahidə ediblər hadisəni. Mərhum Allamə Təbatəbai rəhmətullah aleyh buyurur ki, iqamə şəhadət, yəni şəhadəti məhkəmədə demək və bərpa eləmək bağlıdır təhəmmül şəhadətə. Təhəmmül yəni müşahidə eləməyə. O vaxt insan doğru şahiddir ki, hadisəni müşahidə eləyə. Müşahidə eləyən olmasa, şahid də olanmaz. Bəs insanın əzası dünyada da müşahidə eləyir. Burada mərhum Allamə incə nəticələr alıbdır. Pəs biz bu iki əql-i şuuru fəqət insanın özünə aid bilirik. Bu şəhadət ayələri ilə və buna oxşar ayrı ayələr də var. Təsbih deyir tamamı varlıqlar. Lakin siz olan təsbihlərini dərk eləmişsiniz. Səcdə eləyir tamamı varlıqlar Allaha. Bunlar göstərir, aləmdə bir ayrı bir şuur da hakimdir. Üzvlərdə də var. O üzvlər də müşahidə eləyə bilir. İnsanın günahlarını görür dünyada. Ta axirətdə bu şəhadət doğru olsun. Deyir, o gün ki, üzvlər insana şəhadət verəcəkdir, o gün bunlara lahum əzabun əzim, böyük əzab var. İnsan dilindən nizarət olmalıdır. Hər nə ağzına gəlib danışmamalıdır. Və yevməyzin yuvəffihumullah dinəhumul haqq. Allah Mutal o gün öz haqq dinini vəfa və kəmal şəkildə nişan verəcəkdir. İndi bu din nədir? Ona uygun da dini vəfadarlıq eləmək nədir? İnşallah gələndələsə. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Rahman ya Rahman